İbrahim Konate Real Madrid'e keçməyəcək. Bu barədə məşhur insider Fabrizio Romano məlumat yayıb. Bildirilir ki, Real Madrid rəhbərliyi Liverpool rəhbərliyi ilə əlaqə saxlayaraq artıq bu futbolçu ilə maraqlanmadıqlarını bildiriblər. Mən düşünürəm ki, buna səbəb İbrahim Konate'nin hazırda çox zəif çıxış etməsidir. Ümumilikdə hazırda Liverpoolda bütövlükdə vəziyyət yaxşı deyil. Onlar ardıcıl, böyük hesablı məğlubiyyətlər alırlar və İbrahim Konate'nin də həmin o məğlubiyyətlərdə rolu var. Tez-tez səhvlərə yol verir. Yəqin ki, Real Madrid rəhbərliyi də bunu dəyərləndirib və bu futbolçunun Real'a uyğun gəlmədiyi qənaətinə gəliblər. Növbədə isə Mark Guehi və Dayo Upamecano'dur. Həm Crystal Palace'ın üzvü Guehi'nin həm də Bavariyanın müdafiəçisi Upamecano'nun müqaviləsi gələn yay bitir və Real Madridin azad agentlərə sevgisini nəzərə alsaq, mən düşünürəm ki, bu iki futbolçudan biri Real Madrid'e cəlb olunacaq. Mən şəxsən Mark Guehi'nin gəlməsini istəyərdim, çünki Upamecano zənnimcə elə Konate kimi bir oyuncudur, tez-tez səhv etməyə meyillidir. Bu baxımdan Mark Guehi daha etibarlı təsir bağışlayır. Bəs siz bu iki futbolçu arasında Guehi, Upamecano hansını Real Madrid'də görmək istəyərdiniz, hansını daha çox bəyənirsiniz və Konate keçidinin alınmaması ilə bağlı fikirləriniz şərh bölməsində gözləyəcəm. Videoya like qoyun, repost share düyməsini sıxın. Bura yeni gəlmişsinizsə follow atın və təbii ki sonuna qədər Ala Madrid.